Salam, hər vaxtınız xeyir. Mən bu videoda fizikanı yaxşı öyrənmənin yollarından deyəcəm. Fizikanı yaxşı öyrənmək üçün ilk öncə anlayışları, düsturları başa düşmək lazımdır. Yəni başa düşərək, həyatla əlaqələndirərək öyrənsək daha yaxşı yadda qalır. Yəni əzbərləmək yaddan çıxır, amma həyatla əlaqələndirib nəyinsə səbəbini dərindən bilsək, bu zaman bildiyimiz yadımızdan çıxmaz. Sonra riyaziyyatı yaxşı bilmək. Yəni fizikanı yaxşı bilmək üçün riyaziyyatı mütləq yaxşı bilmək lazımdır. Çünki fizikada da məsələlər həll olunur, testlər yapılır, məsələlər həll olunur. Burada riyaziyyatın rolu böyükdür. Qısa qeydlər aparmaq. Hər mövzunu öyrəndikcə, mövzuya aid əsas şeyləri, əsas düstur olsun, cəmiyyət olsun, vahid olsun, onları bir dəftərdə, qeyd dəftərində yazmaq yaxşı olar. Mövzuya uyğun testlər işləmək. Yəni hər mövzunu keçdikcə, mövzunu oxuyub başa düşəndən sonra ona uyğun testləri işləmək lazımdır ki, yadda yaxşı qalsın. Mövzuya uyğun maraqlı videolara baxmaq. Yəni bəzi mövzular var ki, onun adını YouTube-da yazsanız mövzuya aid maraqlı videolar çıxacaq. Animasiyalı videolar və s. Çıxır. Sonra mövzuya uyğun maraqlı videolara baxmaq, mütəmadi təkrar etmək. Yəni məsələn bir həftə, bir ay dərsi keçdik. Dərs keçəndən sonra yəni bir aydan bir, 2 aydan bir, hər ay keçdikcə bir də əvvələ qayıdıb, yəni təkrar etmək yaxşıdır. Əgər elə təkrar etsək, yəni yadımızda çıxmır mövzular. Sonra öz öyrənmə tərzini müəyyənləşdirmək. Bu deməkdir ki, məsələn bəzi şagirdlər var ki, oxuyaraq daha yaxşı yadında qalır. Bəzi şagirdlər var ki, göz yaddaşı güclüdür. Bəziləri var eşitmək ilə yadında daha yaxşı qalır. Bəziləri videoya baxsa daha yaxşı yadında qalır. Yəni bunu hər bir şagird özünü dərsi necə yadında qalır daha yaxşı bilər. Yəni o formada məsələn videoya baxaraq yadında qalırsa, o dərsin videosunu tapıb yəni baxaraq da dərsi öyrənə bilər.